Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xırdalanda Blue City yaşayış kompleksində 15 mərtəbəli binanın ikinci mərtəbəsində 84 kvadratlıq qanuni 2 otaqlı bir mənzil çəkib təqdim edirik. Mənzil həm kredit, həm nəqd şəkildə satılır. Kreditlə 2 il ödənişi 78 min manat, 3 il ödənişlə. Qalıq ödənişi 96 ay, yəni 8 il, 835 manat. Nəqd dəyəri videonun açıqlama hissəsində qeyd edəcəm. Əşyalardan yalnız televizor və paltar yuyulan götürəcəkdir. Çox əla bir proyektdir, orijinal proyektdir, saxlanılmışdır, şəxsi təmir olunmuşdur, ev sahibi tərəfindən alıb rahatlıqla yaşaya da bilərsiniz, kirayə də verə bilərsiniz. Çox əla bir kompleksdə yerləşir. Mənzilin dəhlizindən təqdimata davam edirik. Giriş qapısıdır, metlaq qranit vasitələr hamısı istipoldur. Dəyərli izləyicilər, otaqlar hamısı dəhlizdən faydalanır, müstəqil olaraq pəncərəsi vardır, giriş qapısıdır. Sağ tərəfdə sizə təqdim etdiyik mənzildə qonaq otağı zalı, bu hissədə mənzildə yerləşir mənzilin mətbəxi sizə təqdim edirik. Bura mənzilin mətbəxidir. Və eyvana keçid də buradandır, dəyərli izləyicilər. Gördüyünüz belə bir gözəl mətbəx mebeli yığılmışdır. Və mənzildə sizə digər bir otaqları da təqdim edək. Yataq otağını təqdim edək. Bura mənzilin yataq otağıdır. Burada da gözəl bir mebel dəsti vardır. Aşağı mərtəbədə qanuni 2 otaqlı mənzil axtaranlar üçün ideal bir təklifdir. Nağd ala bilərsiniz, pulu çatmırsa kreditlə də ala bilərsiniz. Hazır kreditlə ipotekadadır. Mənzilin sanitar qovşaqlarından biridir. Sizə təqdim edirik. Mənzildə xırda tamamlanma işləri qalmışdır. Mənzildə asma tavan və bir neçə yerdə sport işıqlar yoxdur. Mənzildə sanitar qovşaqlardan ikincisidir. Burada aksesuarı vardır. İstəyirəm kombidir. Qeyd etdiyim kimi radiatorun bateriyaları, kombin aparatı, qazı, suyu, işığı, sürətli lifti, sürətli internet provayderi, hər bir bölgə infrastruktur cəhətdən də gözəl bir yerdə yerləşir. Dəyərli izləyicilər, nağdda qiymət açıqlamasına elan ediləcək. Əgər sizin də saxlığan makineniz varsa, mənzil almaq, satmaq istəyirsə bizə etibar edə bilərsiniz. Biz izləməyə davam edin. Çox sağ olun.